Ümumiyyətcə, inanın ki, mən həmişə belə anlarda çox sevinirəm. Çünki əgər bu qədər Avropa futbolunda, dünya futbolunda bu qədər diqqət varsa Qarabağa, deməli Azərbaycana olan diqqətdir. Yəni, Azərbaycanla daha yaxından tanış olurlar, Azərbaycanla daha yaxından maraqlanırlar. Bugün, bəli, ola bilər bizim futbolda, belə deyək, uğurlarımız, nəticələrimiz elə ürək açan deyil. Amma ümumən, yəni, belə bir qalibiyyətlər, yəni mən də hələ demişəm ki, futbolumuzu daha da sevdirir, ümumiyyətcə futbolçulara daha da inam verir və digər futbola yatırım qoymaq istəyən insanlara daha böyük həm həvəs, həm inam verir. Çünki futbol, belə deyək də, idman şahıdır və buradakı qalibiyyətlər illər boyu danışılır, əlaqəs böyük qalibiyyətlər. Və buna görə ilk olaraq bunu düşünürəm və bunu düşünərək də Azərbaycan adına futbolçulara çalışıram ki, demək ki, bunu düşünərək biz meydana çıxmalıyıq ki, bizim həm futbola dəyər verilsin, həm futbolçularımıza dəyər verilsin, həm ümumiyyətcə ölkəmizin tanınmasında ən azından cüzdə olsa bir böyük bir, kiçik bir pay sahibi olsunlar. Və bu ancaq sevindiricidir və əlbəttə ki, belə hallarda məsuliyyət daha da çoxalır. Daha da çoxalır və ən vacibi də odur ki, hamınız inamla gəlirsiniz bura. Bugün siz olaraq bəzən, belə deyək, sizin ümidləriniz də futbola bir o qədər görsən, belə qənaətbəxş olmur. Amma hər bir halda bugün siz bura ümidlə gəlirsiniz. Məsələn, azərkeşlərin ümidlə gəlirlər və biz bunu dərk edirik. Və bəli, həyəcan mütləq olur. Yəni, bunun arxasında, əgər həyəcan varsa, mən buna həmişə razı qalmışam. Çünki bunun arxasında məsuliyyət durur. Və məsuliyyət də olduqda, əlbəttə ki, məncə istənilən uğur əldə etmək olar. Bugün olmasa sabah olacaq, sabah olmasa o bir gün. Və hər bir halda ola bilər, bəlkə oyunun əvvəlindən, inşallah olmaz, ola bilər ilk dəqiqələrdən hansı bir həyəcan olsun, məsuliyyət və ümumiyyətcə idman belə bir şeydir ki, o cümlədən futbol, yəni o işin içinə girdikcə sənin o qorxun, həyəcanın, onlar yavaş-yavaş yox olmağa başlayır. Bəzən hisslənirsən, bəzən uduzursan, bəzən yıxılırsan, bəzən vurursan belə. O, belə deyək ki, o həyəcan, o qorxu yavaş-yavaş yox olmağa başlayır. Ona görə vacibdir ki, bunu dərk eləyərək meydana çıxarsan. 90 dəqiqə ərzində qorxu olsa, bu böyük bir problem yaradacaq. Amma şükürlər olsun, bizdə belə bir şey yoxdur və inanıram ki, həmin o həyəcanın, məsuliyyətin arxasında yaxşı qalibiyyətlər durur.